Salam, mən Elgün Xıdırov, radio aparıcı və avtobloger. İndi sizə GSI MQ hibrid avtomobili haqqında məlumat verəcəm. GSI markası keyfiyyət, təhlükəsizlik və innovasiya prinsiplərini əsas götürərək avtomobil sənayesində özünə məxsus yerə sahib olub. GSI MQ avtomobil də bu fəlsəfənin bariz nümunəsi olaraq həm estetik dizaynı, həm də texnologiyanı özündə cəmləşdirir. GSI MQ-nun eksteryeri futuristik və emosional dizaynı ilə diqqət çəkir. Avtomobil kəskin və aerodinamik formaları, ön buferə inteqrasiyalı V şəkilli ritmik parıltı effektli radiator barmaqlığı və iti matrix LED fənərləri ilə güclü və müasir bir görünüşə sahibdir. GSI MQ kompakt SUV segmentində yerləşir. Bu avtomobil şəhər daxilində mükəmməl manevr, uzaq səyahətlərdə komfortlu dinamika bəxş edir. Crossover'ın uzunluğu 4680, eni 1901, hündürlüyü 1670, təkər bazası isə 2750 mm-dir. Funksional tələbləri qarşılayan bu ölçülər effektiv görünüş, idarə olunma və geniş interyeri təmin edə bilir. Hər bir dizayn elementi aerodinamika baxımından optimallaşdırılaraq idarə etmə zamanı havanın müqavimətini minimuma endirmək üçün düşünülüb. GSI MQ-nun aerodinamik müqavimət əmsalı 0,28-ə bərabərdir. Bu yalnız estetik baxımdan əhəmiyyətli deyil, həm də yanacaq sərfiyyatını azaltmağa kömək edən mühüm amildir. Elektriklə idarə olunan gizli qapı tutacaqları, yan güzgülərin formaları da aerodinamikanı yaxşılaşdırır. Matrix LED fənərlər yeni nəsil işıq qurğusudur. Avtomatik rejimdə işə düşən gündüz işıqları nəfis cizgilərlə MQ-nu çox gözəl vurğulayır. Ön işıq texnikası adaptiv işıqlandırma sistemi ilə təchiz edilərək yaxın və uzaq işıqları avtomatik idarə edir. Bu da işıqların ətraf mühitə görə tənzimlənməsinə və sürücünün yolunu daha yaxşı işıqlandırmasına imkan verir. Maksimum qalınlığı 20 mm-dən az olan matrix LED işıqlar 2650 lümenə çataraq lens bloklarından 25% daha yaxşı nəticəyə malikdir. GSI MQ hibrid 360 dərəcə ətrafı nəzarət edən kamera sistemi və park radarları ilə təchiz olunub. Öndə yerləşən radar adaptiv kruiz sistemini idarə edir. Crossover 19 düymlük yüngül lehimli disklərlə təchiz olunub. 128 LED-dən ibarət arxa fənərlər də gecə vaxtı daha yaxşı görünüş və təhlükəsizliyi təmin edir. Arxa spoiler və difuzor bu kompozisiyanı mükəmməl tamamlayır. GSI MQ hibridin yüksək keyfiyyətli materiallardan hazırlanmış interyerində sürücü və sərnişinlər üçün lüks, komfort və texnologiya bir araya gəlir. Burada smart inteqrasiyalı multimedia sistemləri təkmilləşdirilmiş interfeys təklif edir. Avtomobilin hibrid sistemi çox effektivdir. 2 litrlik Atkinson dövrlü daxili yanma mühərriki 140, elektrik mühərriki 182 at gücünü hasil edir. Daxili yanma mühərriki 180, elektrik mühərriki 300 Nm fırlanma anına sahibdir. GSI mühəndisləri mühərrikin termal effektivliyini 42,1%-ə çatdıra bilib. Yanacaq sərfiyyatı 100 km məsafəyə cəmi 4,76 litr təşkil edir. Bu həm iqtisadi, həm də ekoloji baxımdan böyük üstünlükdür. GSI-nin MQ modelində tətbiq etdiyi hibrid texnologiya daxili yanma və elektrik mühərriklərindən gələn gücü birləşdirərək maksimum performansı və effektiv yanacaq səmərliyini təmin edir. MQ-nun hibrid sistemi enerji itkisini minimuma endirir. Rekuperativ əyləc sistemi vasitəsilə əyləcləmə anında itirilən enerji batareyalara geri yüklənərək EV elektrik rejimində daha uzun məsafə qət etməyə və yanacaq sərfiyyatını azaltmağa imkan yaradır. Hibrid crossover'in inteqrə olunmuş 2 mühərrikli, çox sürətli güc paylayıcı mexanizmli avtomatik transmissiyası ön təkərləri hərəkətə gətirir. MQ modeli GSI-nin GPMA qlobal modul platforma arxitekturasında hazırlanıb. Askı sistemi öndə MacPherson, arxada isə çox qollu müstəqil konstruksiyada olduğundan avtomobilin yolda stabilliyi və sürüş komfortu yüksəkdir. GSI MQ hibriddə təhlükəsizliyə xüsusi diqqət ayrılıb. Adaptiv Cruise Control, zolaqda saxlama köməkçisi, kör zona, arxa toqquşma və qəza xəbərdarlığı, avtomatik rejimdə işləyən ekstremal əyləc sistemi sürücünün işini asanlaşdırır və daha təhlükəsiz bir sürüş təmin edir. Elektron stabilləşdirmə proqramı,
avtohold əyləc sistemi, yoxuşda start, enişdə hərəkət yardımçıları, təkərlərdə təzyiqə nəzarət sistemi və digər sürücü köməkçiləri ilə GAC MQ hibrid hər cür yol şəraitində etibarlı və komfortludur. İstər ekologiyanın dostu, istərsə də texnoloji innovasiya baxımından MQ yeni nəsil avtomobillərin simvoludur. GAC MQ hibrid sadəcə bir avtomobil deyil, o nəfis dizayn, innovativ texnologiyalar və ekoloji məsuliyyətin vəhdətindən ibarət sənət əsəridir.